insan məhv olacaq. Görün yol nə gündədir. 6 neçə dəfə vurmuşam maşınla. Kürdəmir və Ağsu rayonlarını birləşdirən Girdiman çayı üzərində yerləşən körpü illərdir baxımsız vəziyyətdədir. Sürücülər hər dəfə bu yoldan keçəndə böyük problemlər yaşayır. Körpü uçub gedir, bir gün kimsə burada xəta olacaq, insan məhv olacaq. Burada beləncə idi də. Yola neçə dəfə gəlib baxıblar, ancaq deyirlər ki, eləyəcək, eləmirlər. Amma görün yol nə gündədir. 6 neçə dəfə vurmuşam maşınla. Mümkündür. Sürmək mümkündür. Düşəcək buna elə orada luklar əmələ gəlir. Luka düşən kimi maşın çevirəcək. Nə deyim mən? Buna baxan yoxdur. Baxan olsa lap yaxşı olur. Kürdəmir Ağsu Bəhrəmtəmə avtomobil yolunun 18-ci kilometrliyində Girdiman çayı üzərində yerləşən körpünün vəziyyəti sürücülərin ciddi narahatlığına səbəb olur. Sürücülərin sözlərinə görə körpü bir neçə ildir baxımsız və bərbad vəziyyətdədir. Yolun bu hissəsindən hər gün çox saylı avtomobillər istifadə edir və mövcud vəziyyət həm nəqliyyatın rahatlığı, həm də hərəkətin təhlükəsizliyi baxımından narahatlıq yaradır. Sürücülərin aidiyyəti qurumlardan gözləntisi birdir. Bu körpünün təmiri üçün daha neçə il gözləməliyik.